Saçlarına tez-tez boya istifadə edən və yaxud da mənim qızım kimi hər gün ütüləməkdən ötürü ürəyi gedən qızlar. Bu videoya diqqətlə baxın. 1. Saç boyasına istifadə edən. 2. Saçını tez-tez buran, düzləşdirən xanımların bir problemi var. O da saçların qıraqdan artıq cansız, qırılmış, quru vəziyyətdə görünməyidir. Şəxsən mən özüm də bunlardan keçmişəm. Sizə 2 dənə çox gözəl məhsul göstərəcəm. Hansı ki sizi bu problemlərdən xilas eləyəcək və istədiyiniz qədər boya da işlədəcəksiniz, istədiyiniz qədər fen də işlədəcəksiniz, düzləşdirəcəksiniz, buracaqsınız, nə istəyirsiniz eləyin, kef eləyin. Louis Vuitton'un baxın bu baxım seriyası. Bunu sizə izləyicilərimiz gəldi bir saniyə. Deməli Louis Vuitton'un bu baxım seriyası. Bunu sizə heç bir salonlarda göstərməyəcəklər, deməyəcəklər. Misal üçün bunu istifadə edin. Haycan. Bəli, davam eləyirik. Dediyim kimi saçlarınız yıpranıbsa, yanıbsa, quruyubsa, saç qıran probleminiz varsa, qıraqdan baxanda parlaq görünmürsə, canlı görünmürsə, alırsınız bu baxım seriyasını. Qiyməti də münasibdir, o qədər də bahalı deyil. Bu şampunla saçınızı yuyursunuz. Daha sonra bu maskanı istifadə edirsiniz, saçınıza tətbiq edirsiniz. Çox qısa bir müddətdə, çox qısa bir müddətdə, hətta ikinci istifadədən deyə bilərəm ki, çox gözəl nəticəsini görürsünüz. Alıb istifadə edənlər varsa rəylərdə yazsın.